Dəyərli izləyicilər, axşam sizlər üçün eksklüziv bir variant çıxartmışam. Binaçılı qəsəbəsində Real Marketin yanında, asfalt yolun üzərində 3 sot yanında möhtəşəm bir villanı təqdim edirəm sizlərə. Evimizin zahiri görünüşü görürsünüz, çox möhtəşəmdir, ideal işlənilib, çox keyfiyyətli, gözəl bir evdir. Bir sözlə çox gözəl evdir, sözlə ifadə eləsək qədər deyil. Çox möhtəşəm bir evdir. Evin həyət hissəsi kermaqay daşla üzlənib, 6 monolit betondur. Avtomatik jalüz qapısı var, 200'lü güzgülü qapıdır. Bunun qiyməti zaten bəllidir. Çox bahalı bir qapısı var. Qapısına kimi asfalt yoldur, zəhmət olmasa qapını göstərək. Qapısının ağzına kimi asfalt yolun üzərində yerləşir, dəyərli dostlar. Evimizin dörd bir yanından məsafələr qoyulub. Hal-hazırda qaranlıq olmasına baxmayaraq, həyət çox işıqlıdır, işıqlandırma sistemi əladır. Girən kimi sağ hissəmizdə söhbətkar hissəsi və yay mətbəxi yerləşir. Qaz üçün, kababxana üçün manqalı var və əl yumağı moykası var. Altına şkaflar, dolaplar var. Və həyətdə yanı sahədə yaşıllıq hissə saxlanılıb. Gördüyünüz kimi dekorativ ağaclardır. Və evin arxa tərəflərinə kimi məsafələr var. Evdə 4 sanitar sanzarqı uşağı var. Biri evin çölündədir. İçində tuşavoyu, kombisi, pitimlikası ayrılıqdadır. Pilləkən alt işıqları möhtəşəm görünür. Və daxil olaq evimizin içinə. Dəyərli izləyicilər, evimiz çox keyfiyyətli, gözəl tikili, fərah və işıqlı evdir. Bura koridor hissəmizdir. Koridora girən kimi sağda güzgü yığılıb. Və başlayaq qonaq otağından. Qonaq otağımız 36 kvadratdır. Çox qəşəng, zəhmət olmasa tam geniş formatda götür. TV-sini yığılıb. Yer kermogranit stipoldan ibarətdir. Plyonçlar MDF-dir, 12'li MDF-dir. Və qəşəng gipslə, lepqalarla işlənilib və içinə güzgülər yığılıb. Pəncərə qabaqları mərmərdir və həyətinə böyük panoramik pəncərəsi var. Onu da qeyd edim ki, otağın içində olan TV-sin otağı işıqlandıra bilir və üstümüz bir neçə rəngdə yana bilir. Bura mətbəx hissəmiz. Mətbəx mebeli yığılıb, membrandandır və panoramik pəncərəsi var. Yenə bura stipoldur. Qaz peçi, moykası, bütün kanunlar qaydasındadır. Onu da qeyd edim, mətbəxin avtomobil işıqları da gözəllik verir və rey işıqlardan istifadə olunub. Qapıları 10'luq qapılardır, boyalı qapılardır. Və birinci mərtəbə üçün sanitar qovşağı, Nerjdən duş kabini və əlyon yeri, çox keyfiyyətli modeləri var. İşıq sistemi, elektrik işi burada yığılıb və bütün avtomatlar ayrı-ayrıdır. Görürsünüz, 2 mərtəbənin ayrılıqdadır. Bura kollektiv sistemidir. Və qalxırıq ikinci mərtəbəyə. Evimiz həqiqətən çox keyfiyyətli tikilib, dəyərli dostlar. Mərdəkan şosesindən 900 metr məsafədə yerləşir. Kubça paketli, ipotekaya tam yararlıdır. Bura ikinci mərtəbənin koridor hissəsidir. Başlayaq birinci yataq otağından. Bütün otaqda kondisioner xəttləri kimi atılıb, katan avoylar, isitmə sistemi hazırdır. Yalnız burada şəxsi əşyanızı götürüb yaşaya biləcəyiniz bir evdir və buradan həyat zəhmət olmasa göstərək. Çox qəşəng görüntüsü var. Ümumiyyətlə 3 yataq otağından ibarətdir. Bura bizim birinci yataq otağımız. Bura ikinci yataq otağı. Bütün otaqlar genişdir. 17-18 kvadratın üzərindədir. Lüstrünə kimi asılıb. Və üçüncü yataq otağı, bu da böyük yataq otağıdır və valideyn otağı. İçində özünə məxsus sanitar qovşağı, bütün aksesuarlar təchiz olunub və keyfiyyətli zamanatlı aksesuarlardır. Qapılarımız dediyim kimi boyalı qapılardır və taclı qapılardır. Bura ümumi sanitar qovşağı ikinci mərtəbə üçün. Və ən nəhayət evimizin balkon hissəsi. Balkonun məhəccərləri şüşədən ibarətdir. Gördüyünüz kimi buradan da həyat zəhmət olması göstər. Ətraf dolu yaşayışlı yerdir. Dəyərli müştərilər, evimiz tam paket kupçadır, ipoteka tam yararlıdır. Bütün aksesuarlar, kommunal xəttləri mövcuddur. Qapısı kimi asfalt yoldur. Qiymət 235 bin manat start qiymətdir. Real alıcı endirim olunacaq. Kim ki istəsə bizlə əlaqə saxlasın, əlaqə nömrəmizi qeyd edəcəyik. Sağ olun, sağ olun.